Selamun aleyküm əzizlərli insanlar. Bu gün sevginin bəlasından, sevginin xətasından danışacağam. Hardan insanlar səhv eləyirlər? Məsələn üçün, türkləşlərin əksəriyyətində, çoxsunda 90%-ində bu var. Məsələn, təzə tanış oldular. Bir gün, iki günü bir-birini tanıyırlar və başlayırlar ki, məsələn üçün, artıq öz həyatı haqqında hər şey danışmağa, hər şey məlumat verməyə. Burada təbii ki, insanlar bir ay keçəcək, 2 ay keçəcək, 3 ay, insan istər-istəməz bəzi mövzu tapmayacaq danışmağa. Və oğlanlarda da var, bu qızlarda da var. Nədir? Bəs bir-birlərini qadağa qoyurlar. Hara getdin mənə deməlisən, hardan gəldin mənə deməlisən, kimlə danışdın mənə deməlisən, kimləsə mənə deməlisən, hər şey mənə məlumat verməlisən, məndən icazəsiz heç yerə getməməlisən. Bu biraz insanları sıxır. Oğlanlar tərəfdə də bəzən belə bir şeylər var ki, sən niyə mən icazə falan yerə getmirsən? Mən sənə icazə verməmişəm. Siz qızın atasısınız, qardaşısınız, ailəsisiz, nə bilim, doğmasısınız. Ona görə qızlar sizdən uzaq dururlar. Siz qızları sıxırsınız, bezdirirsiniz. Hər dəfə bir dənə məsəl o falan oğlan oturmamalısan, bu oğlan oturmamalı. Qısqanclıq bilirsiniz, belə deyim də, qısqanclıq, yəni o demək deyil ki, mən filan kəsi qısqanıram. Qısqanclığın yeri var, dərəcəsi var, məqamı var. Hər şey üçün qısqanmazlar, hər şey üçün belə deyək, bir-birinə dartışmazlar, hər şey üçün bir-birini qırmazlar. Görürsən ki, adi bir dənə söhbətdə oğlan başlayır çürütməyə ki, mən sənə demişdim ki, bunu eləməməlisən, filan kəslə danışmamalısan, filan kəslə ailə söhbət eləməməlisən. Niyə də mən başa düşmürəm. Və buna görə qızların əksəriyyəti oğlandan uzaqlaşırlar. Hər şey belə bir deyək də, sevgini salırlar bir belə deyək də, bir labirintə. O olmaz, bu olmaz, onu eləmə, bunu eləmə, ora getmə, bura getmə, məndən icazə al. Belə şey olmaz axı. Biz sevənlər görmüşük ki, ən azı bir-birinin qayğısına qalırlar. Məsələn üçün yazdılar ki, məsələn üçün, görürsən ki, bir dənə işi var, o dərhal yazmır ki, mən səni incimişəm, mən səni küsürəm, mən səni atıram bloka. Yazırsan ki, məsələn üçün, nəsə olub, nəsə baş verir, mən sənə xətrə dəymişəm. Bəzi insanlar var, o qızlar var, bəhanə axtarırlar getmək üçün, nə bilim, ayrılmaq üçün bəhanə axtarır. Onların işim yoxdur. Amma əksər soyuqlu münasibət bunlardan yaranır. Ki, qarşı tərəfdəki insanlar bir-birini başa düşmürlər və onu da qeyd edirəm ki, insanların əksəriyyəti tanımadan bir-birini sevirlər və ailə həyatı qururlar. Boşanmaqlarının da səbəbi budur. İnsanlar bir-birini tanımırlar, bir-birini anlamırlar, bir-birini başa düşmürlər. Əsl ailə odur ki, çətinliklərlə, problemlərlə hamısı üz-üzə gələrsən. Bütün bəlalara, bütün problemlərə dözəsən. Bütün problemlərin yolunu həll eləyərsən. O demək deyil ki, problemi biz sevgilər kimisi üzərinə atmalıyıq. Belə bir məsuliyyət yoxdur. Sadəcə olaraq mən qızların əksəriyyətini buna görə qınayıram ki, əgər bir insanı sevmirsinizsə, istəmirsinizsə, ondan nifrət edirsinizsə, ayrılın getsin. O insanların həyatını məhv eləməyin. Bizdə alınmır, anam qoymur, məndən get yaxşını tap. Madəm ki, belə idisə, deyəydin ki, əvvəldən ki, mən səndən xoşum gəlmir, sən danışmaq istəmirəm. Bu yolu yarı yolda qayıtmağın nə mənası var? Niyə bu qədər insanların zulm eləməyə xoşlayırsınız, sevirsiniz, bəzilərinə aiddir. Ona görə ki, sevginin ən böyük problemi, ən böyük dərdi bax budur. Məsələ də bundadır.